Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə oktyabrın 15-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 14-17, gündüz 20-23 dərəcə isti, atmosfer təzyiqi isə 764 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da gün ərzində arabir yağış yağacaq, axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Temperatur 19-22 dərəcə isti olacaq. Oktyabrın 15-də əksər rayonlarda yağıntı ehtimalı yoxdur, lakin gündüz şərq rayonlarında qısa müddətli yağış yağacaq, şimşək çağacaq, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 9-13, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.